Seyfetdinova, Mollayeva. Burada tələsməyə də bilərdi Seyfetdinova, üzünü dönüb. Çünki yanında heç bir rəqib oyunçu yox idi. Bir qədər irəlilənmə imkanı da var idi. Növbətdə ötürmə cərimə meydançasına Sevinç Cəfərzadə və gol! Kapitan hesabı açır. 28-ci dəqiqə Azərbaycan millisi 1-0 hesabı ilə önə keçir. Sağ cinahdan kurulan hücum yenə də Məhsumova çox yaxşı ötürmüşdü topu və Sevinç Cəfərzadə təxminən dəqiqə yarım bundan əvvəl edə bilmədiyini indi etdi. Çox çətinliklə də olsa topu cərimə meydançasına ötürmək mümkün olur. Yenə sağ ayaqla özü üçün şərait yaradır Sevinç Cəfərzadə və sol ayaqla dəqiq zərbə endirir. Millimiz 1-0 hesabı ilə önə keçir. Yenə də texnika və sürət nümayiş etdirə bilər bizə, amma tələsmədi. Geri oynayır Mollayeva. Sağ cinaha dəqiq deyil. Paneska da səhv edir. Nərgizdən ötürmə Məhsumova. Məhsumova qapı qarşısına zərbə və hücum davam edir. Yenə Məhsumova, Sevinç və gol! 2-0. 78-ci dəqiqə. Yenə kapitan Sevinç Cəfərzadə fərqlənir. Və artıq yavaş-yavaş qələbə haqqında düşünə bilərik. Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində Şimali Makedoniya komandası ilə görüşdə artıq 2-0 hesabı ilə öndədir. Həqiqətən qadın futbolumuzda bəlkə də hazırda ən yaxşı dövrləri keçiririk. Komandamızın heyətində ümumiyyətlə yaxşı bir heyət formalaşıb. Bir sıra futbolçularımız legioner həyatı yaşayırlar. Müxtəlif çempionatlarda, hətta Almaniya Bundesliqasında çıxış edən bir futbolçumuz var.